Salam əziz dostlar, qohumlar, tanışlar, əqrabalar, dağda yaşayan, çöldə yaşayan. Bu ne saçma hayat? Bu ne serkeş? Keçərə gedər yayda gələn. Deməli bugün nə oynayacağıq yenə? Bugün turnirin 3-cü demək olar günündə yalan oldu. Mustafa Əminlə oyundan iddiasında əlçək deyildi ki, oynamıram. Oyun getdi avtomatik əmin hesabına 3 xal. Oldu 6 xalla birinci yerdə Nottingham Forest, ikinci yerdə Galatasaray 3 xalla, üçüncü yerdə Real Madrid 0 xalla. Bugün Galatasaray Real Madrid oynayır və bugün mən dacam əminliklə deyirəm. Allah yar yardımcınız olsun. Mustafa fikirlərin nədir? Birinci adam sahandır. Hörmət nəsil. Deməli bugün oynayırıq, indi sizə sastaflar göstərəcəyik. Bu da sizə sastaflar. Bu da sizə heyətlər. Real Madrid heyəti, Galatasaray heyəti. Keçdi oyununa. Və keçdi Galatasaray önə 1-0. 1-0 keçdi. 2. Real Madrid 1-1 hesabı. Keşke paslaşma. Basa. Bakın ona. Mbappe. Okay. Geçti yani. Beraberleştirdi hesabı. Oynayalım uşak. Birinci ise 1-1. 1-1 bitti. İkinci ise göre. Bu oğlan udacak. Yoksa ben udacağım Emin. Kim udacak Emin? Fikrincə artık müəllim. Aynen. Yaxşı deyirmiş tamam, ben ama özüme verin. İzleyiciler bilir ki Kaldırıp gösterecek şimdi. Tövbe. Yani hakkı adaletsizlikle beni uduzdurdular. Yok ya. Allah Allah. Real 2-1 edir hesabı. Ses ha? Kim vardı? Vinicius Junior. Bak kola. Geçer paslaşma diye. Gel buraya görüm ha. Bir Arizona kertenkelesi 4 gün boyunca hiç durmadan dans edebilir. Sen səhv çalacaqsan Atif. Hamıya yazsın topazda. Icardi girir, hesabı 2 eləyir. Aşağıda patlıyorum ne kadar. 2 hesabı kim oldu? İkinci ise 2. Geçen uzatma ara. Bu arada şunu götürmüşsün. Oh. Sen hemen öp. Öp be. Namus diye bir şey var oğlum. Ve gelir penaltileşmeye. Köfün de. Gelir penaltileşmeye göre ne olacak? Uttuk. Penaltileşmede uttuk ve 3 kanımızı kazandık. Sağ olsun düzdür. Sağ olsun. Deməli dostlar, bugünlük video bu qədər. İnşallah sağ-salamatçılıqla gələn dəfə görüşənə dək sağ-salamat.